Seda Sayanlı duet oxuma fikri Vəfa Şərifovanın Yıldız Tilbə ilə duet oxuma açıqlamasından sonra ağlına gəlib, yoxsa əvvəldən bu fikir var idi? Ondan qabaq. İnanın səmiyyətimə, elə bir ki, Vəfa xanım mənim fikirlərimi oxladı. Bilməm, o çox istəyirlər, belələrimiz yaxındır deyə. Elə bir girən ki, olur, deyirsən, məsələn, siz neysə demək istəyirsiniz, saniyə söhbəti var, dəqiqə söhbəti var. Elə bir siz demək istəyən, o sizdən qabaq deyirsən, elə bir mənim fikrini oxladı. Hamı da olur, bizdə də uşaqlar arasında olur. Elə bir bu da elə oldu. İnanın səmiyyətimə heç mən bilmirdim ki, Vəfa xanım Yıldız Tilbə ilə şey oxuyacaq. Bizdə uca o plan gedirdi. O plan gedirdi. Ürəyimi oxudun. Elə bir günlərdə gördüm, bu hazırlaşır. Dedim, fikir verir, Allah'ın işinə var. Demək ki, Vəfa xanımla bizim ideyalarımızda oxşarlığı var. Bəlkə də ikiniz də eyni anda bir iş gördünüz. Görək inşallah Allah'tan.